Sərtləşmə probleminin və libidonun azalmasının müalicə yöntəmləri bir neçə qrupa bölmək olar. Kompleks terapiya dediyimiz müalicə üsulu adətən 3 yerə bölünür. Cinsi orqanın qan axımını yaxşılaşdırır, penisə gələn qanın miqdarını artırır və bunu müalicə kurs müddətinə verdikdə sərtləşmə yaxşılaşır. Xüsusi dərmanlar var ki, onlara inyeksiya formasında biz penisə vururuq, penisin qan axımı yaxşılaşır və uzun müddətdən sonra, bu kurs müalicədən sonra penisin toxumasındakı spazm və bərkimə sanki aradan qalxır. Penisə fokuslaşmış şok dalğa terapiyası, yəni ESVT dediyimiz üsuldur. Bu üsulu penisə etdikdə penisin kavernod cisimində yeni toxumalar yaranır və kavernod cisimdə olan damarların yeni şaxələri əmələ gəlir. Əgər bir damarın kiçik, gözlə görünməyən bir şaxəsi varsa, həmin şaxə uclarından 3, 5, 8, 10, bəzən də çox şaxələr əmələ gəlir və nəticədə bir müddətdən sonra penis toxuması yenilənir. Hətta sübut olunub ki, penisin toxuması şok dalğa terapiyasından sonra sanki cavanlaşır, sərtləşmə yaxşılaşır, penisin qalınlaşması yaxşılaşır, həmçinin uzunlamasında, ölçüsündə yarım santimetrə qədər fərq verə bilir. İkinci müalicə üsulu cinsi orqana, aralıq nahiyəsinə, çanaq dibi əzələlərinin Tesla cihazı dediyimiz cihazla maqnetik stimulyasiyası. 7 Teslaya qədər çatan maqnit sahəsi, əziz dostlar, bu çox, həddən artıq çox güclü maqnit sahəsi. 8-10 santimetrdə içəridə olan əzələləri siz istəsəz də, istəməsəz də 30 dəqiqə ərzində 20.000 məşq elətdirir. Və nəticədə fokuslaşmış maqnit sahəsi cinsi orqan və aralıq nahiyəsində prostat vəzi əzələləri, çanaq dibi əzələlərini stimulyasiya elədiyinə görə dolayısı yolla və birbaşa müsbət effektə malikdir. Digər müalicə üsulumuz aralıq nahiyəsindən prostat vəzinin proyeksiyasına fokuslaşmış ultrasəsdir. Hansı ki 40 kHz tezliyində olan bildiyimiz ultrasəs dalğası cinsi orqana, prostata verilir. Nəticədə prostatda olan bərkimə, qan axımının pozulması, durğunluq, həmçinin prostat vəzdə xroniki infeksiyon olmayan iltihab aradan qalxır, qan axımı yaxşılaşır, nəticədə xəstədə simptomlar aradan qalxır, təbii ki, ereksiyanın yaxşılaşması baş verir. Cinsi orqana ən son müalicə üsullarından olan zənginləşmiş qan plazması tətbiq edirik. Pasiyentdə demək olar ki, həftədə və ya 10 gündə bir dəfə alınmış qan hüceyrələridir. 20 qram qan hüceyrəsindən biz 3-4 qrama qədər zənginləşmiş qan plazması hüceyrəsi alırıq. Xüsusi aktivləşdirici maddə ilə onu aktivləşdiririk və penisin bəlli nöqtələrinə hər tərəfdən 3-4 nöqtəyə həmin qan plazması daxil edilir. Bir müddətdən sonra penisin sərtləşən toxumasında growth faktoru dediyimiz böyümə faktoru işə düşür. Çünki o, aldığımız hüceyrələrdə, sıxlaşdırılmış hüceyrələrin tərkibində sağaldıcı komponentlər və bioloji aktiv maddələri var, böyümə faktoru var və damarın genişlənməsini kömək edən faktoru var. Bu faktorlar damar axımını yaxşılaşdırır, yeni damarların şaxələri yaranır, penisin toxuması, sərtləşən, bərkiyən toxuması cavanlaşır və tam ki, demək olar ki, əgər kurs müalicədən sonra 10 il əvvəlki vəziyyətə qayıdır. Bu prosedurlara mənfi təsir göstərən təbii ki, sizdə stres, şəkərli diabet, siqaret, alkoqollu içkilər və s. Bu fonda təbii ki, müalicə seansında sizin həyat tərziniz də qaydasında olmalıdır. Fizioterapiya və dərman terapiyasından başqa, həmçinin davranış terapiyaları, məşqlər də kompleks terapiyanın içinə aiddir. Məsələn, kiçicik bir misal demək istəyirəm ki, siz həftədə 3 dəfə və ya gündə eləsəz təbii ki, daha yaxşı olar. 3-4 yaxınlaşma ilə hər dəfəsində 30-40 olmaqla əliniz belində oturub durmaya hərəkət edirsiniz. Bu, aralıq nahiyəsi və çanaq dibi əzələlərin təbii məşqidir. Prostat vəzinin demək olar ki, təbii məşqidir. Və nəticədə sizin həm ayaq əzələləriniz işlədiyinə görə, həm prostat vəzinin əzələləri işlədiyinə, aralıq nahiyəsinin əzələləri işlədiyinə görə, qan axımı yaxşılaşdığına görə, əks əlaqə mexanizmi beyinlə əlaqədar işlədiyinə görə təbii testosteronunuzun artması deməkdir, prostat vəzninin masaj olması deməkdir.